Siz olsanız nə edərdiniz? İndi sonuca qədər dinləyin. Kim haqlıdır? Yazarsınız yorumlarda. Bəli, hər dəfə qazanları, ondan sonra tavalarımı paylaşanda, yemək bişirib paylaşanda hər dəfə yazırlar. O tava mən olsaydı işlətməzdim, atardım. O qazanı təmizlə, o qazanı işlətmə. Belə cümlələr hər zaman yazılır. Bəli, bizim öncəliklərimiz başqa şeylərdir. Mənim tavalarım 15 ilin tavasıdır. Bizim öncəliklərimizin övladlarımız var 4 dənə və onlara təhsil vermək, ev eşiyi sahibi etməkdir. Yəni bizim öncəliyimiz odur. Ev əşyaları bəli hər yerdən almaq olar. Yəni təzələrini də ala bilərik. Yəni biz onu da eləyə bilərik. Amma bizim öncəliyimiz odur ki, bəli biz pul qazanırıq. Ondan sonra hər hansı bir şərait qururuqsa, birinci övladlarımızı düşünməliyik. Birinci onların təhsilini, ev eşiyi sahibi olmaqlarını, öncəliyimiz budur. Bəs sizlərin öncəliyiniz nədir? Övladlarınızın gələcəyi və yaxud ki, özünüzün elə gələcəyini heç kimdən asılı olmayaraq yaşamanızdır, yoxsa yeyib içmək, geymək, gəzmək və yaxud da ki, bahalı məişət əşyalarıdır. Yorumlarda bildirərsiniz. Hələlik gələn vloqlara qədər.